Xanımın saçlarının qabaq hissəsi 100% ağdır, arxa hissəsində isə 80% ağ var. Və biz xanımın saçlarını bir dəfəlik canlı qurtaracağıq o ağlardan. Nə edəcəyik? Ağ saçlar üçün olunan ən ideal bir rəng eləyəcəyik. Görün nə gözəlliyində bir işləm ortalığa çıxartdıq. Xanımın saçlarına kəsim etdim. Görün nə gözəlliyində xanıma gözəl bir saç ortalığa çıxartdıq. Baxın, sizdən ən birinci xahişim odur ki, xanıma necə yaraşıb, xahiş edirəm bizim videomuzun altından bol-bol komment yazın. Kəsimini, rəngini necə alınıbsa xahiş edirəm bizim videomuzun altından bol-bol komment yazın. İkinci növbədə bəzən bizim videolarımızla götürürlər, gedirlər hansısa bir ustanın üstünə ki, bax belə bir rəng istəyirəm. Ağ saçlar üçün olunan rəng. Götürürlər cəmaatın başını turuncu eləyirlər, üstündən hələ bir keratin də eləyirlər, yandırırlar. Təzədən xanımlar yenə bizə müraciət edəndə biz onu işləyə bilmirik. Çünki nəyə görə? 2 dənə işləm olur, ximiya işləməsi. Üzərindən bir asfilin eləyirlər, bir keratin eləyirlər. İnandırım sizə ki, saç ələ gəlmir. Ona görə bir dəfəlik pulunuzu toplayın, bir dəfəlik gəlin işinizi gördürün, canınız da rahat olsun. Yoxsa başlayırsınız salon gəzməyə. Ay o salon sənin, bu salon mənim. O bir söz var, deyir, kasıb 2 dəfə ziyana düşər. Bir dəfəlik pulu topla, gəl saçını, işini gördür.